Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti, xeyriyyəçi iş adamı Məşhur Qasımov çıxış edərək son illər qəsəbədə görülən geniş miqyaslı xeyriyyə işlərindən və qarşıda duran planlardan danışıb. O, hər bir ərkivanlını qəsəbənin sosial rifahı naminə xeyriyyə cəmiyyətində fəal olmağa çağırıb. Bizim amalımız bu dövlətin amalı ilə, dövlətin siyasəti ilə paralel gedir. Yəni biz siyasi işlərə qarışmırıq. Bizim işimiz xeyriyyə işidir. Amma biz dəstəkləyirik. Ölkəmizdə baş verən bütün mütərəqqi fikirləri, prezidentin fikrin hər zaman dəstəkləyirik. İmkanı böyükdür dövlətin. Dövlətimiz çox qüdrətli dövlətdir. Amma xəbəri yoxdur bizim hansısa küçədən deyək ki, arx tutulub. Gəlin öz arxımızı özümüz təmizləyək. Bu xeyriyyəçilik işi biraz baş ağrı işdir. Kim bu işlərdə bizə dəstək ola bilər, xeyirxalq işlərimizdə, sinəsini qabağa verə bilər, gəlib deyə bilər ki, bu işi mən səndən yaxşı görərəm. Biz həmişə ağıllı fikirlərə qulaq asmaya həmişə hazırıq. Hər bir iştirakçı olana Allah Taala can sağlığı versin, böyük imkan versin bundan sonra. Bu dostlarımız hansı ki, fəal iştirak edirlər bu işlərdə, Hikmət müəllim olsun, Qərib müəllim olsun, Qalib müəllim, Allah canını salamat eləsin. Fərəməz müəllim, Qasım Əli müəllim, kimlər indi var qürbətdə kömək eləyirlər. Allah Taala hamıya can sağlığı versin. Ümumi işlərimizdə hamımıza uğurlar arzulayırıq.